creating this awareness in the community is something that the students have been doing for at least 6 months. And why is this river is important? Because 80% of the population in Azerbaijan depends on this source for water supply. For agriculture, for drinking, for different sort of infrastructures. It has been a historic river. You know that it's born in Turkey, it passes across Georgia, and it ends in our Caspian Sea. We visited a place in which they cultivate trees that are appropriate for the region with different seeds, how to take care of them to the point in which they grow to certain height so they can easily be moved to the areas of the river that needs to be recovered. Now, it so happens that even the salinity of the river has been found 25 to 50 kilometers upstream, which is concerning, meaning that the river is no longer strong enough to evacuate the salinity. Düşünürəm ki, birinci gənc kadrlar formalaşacaq ki, hansılar ki, gələcəkdə bu problemlə məşğul olacaq və bir çox məktəblərin bu layihəyə qoşulması ekoloji bir dalğa yaradacaqdır. Olduqca sevindirici və qürurverici haldır ki, ölkəmizin əsas su hövzələrindən sayılan Kür çayının qorunmasını və onun gələcək taleyinə sahiblənməyi məhz bizim fədakar şagirdlərin öhdəliyinə həvalə edirik. Bu bizim onlara olan güvənimizin bariz nümunəsidir. İnanırıq ki, şagirdlərimiz bu mövzuda öz müxtəlif perspektivlərini birləşdirərək müəyyən nəticələr əldə edəcəklər və fürsətdən istifadə edib ölkəmizdəki bütün məktəbləri və məktəbliləri bu ekoloji təşəbbüsün bir hissəsi olmağa dəvət edirik. Kür çayı layihəsi ilə bağlı bizim komanda yoldaşım Tofiq ilə 2 xəritəmiz hazırlanıbdır. Bir xəritəmiz Kür çayında olan təhlükə zonalarını göstərir, hansındakı su səviyyəsi çox aşağı düşübdür. İkinci xəritəmiz isə Kür çayı proyektində olan iştirak edən bütün məktəbləri göstərir. Ümumilikdə 72 məktəb iştirak edir. Hazırda isə mən Kür çayı ilə bağlı olan veb-sayt üzərində işləyirəm. Bəli, bu veb-saytda bütün Kür çayı və bu layihə ilə olan bütün məlumatlar orada yerləşdiriləcək. Mən düşünürəm ki, könüllü olaraq Kür çayının ətrafında aparılan tədqiqatlara və təmizlik işlərində aktiv iştirak edərək. Burada bir çox faktorlar səbəb ola bilər Kür çayında suyun səviyyəsinin azalmasına, amma bir neçəsinə mən qeyd etmək istəyirəm ki, burada həm təbii faktorlar, həm də antropogen amillər misal ola bilər. Məsəl üçün, əhalinin sayı artdıqca təbii ki, su ehtiyatlarından daha çox istifadə, səmərəsiz istifadə misal ola bilər. Daha sonra təbii amillər, quraqlıq, iqlim dəyişiklikləri və digər amillər Kür çayında su səviyyəsinin azalmasına səbəb ola bilər. Mən özüm Kürün effektindən, təsirindən faydalanmış şəhərdə böyüdüyümə görə onun böyük əhəmiyyətini, belə deyim, həyatımda görmüşəm. Ümumiyyətlə, Kür Araz ovalığı, Kür çayının özünün əhəmiyyəti Azərbaycan üçün, region üçün çox böyükdür. Lap qədimdən başlasaq, Talameyin qeydlərindən müasir dövrə qədər Kür həmişə bolluq simvoludur. Hətta Kürdə mövcud olan balıq növlərindən görə bizim bu zonada həmişə qədim insan yaşayış məskənlərində biz görə bilərik. Amma mənə görə Kür deyəndə bir şeydən əsas olunur. Biz ana Kür deyirik. Bizim leksikonda belə bir söz var. Niyə ana? Çünki anadan yaxın insana heç kim ola bilməz və biz xalq olaraq Kürə belə bir qiymət vermişik. Kürə biz öz anamız kimi yanaşırıq və bu layihənin də məqsədi elə odur. O deyimi geri qaytarmaq. Nə mənada geri qaytarmaq, yəni o deyim həmişə var, amma Kürün problemləri də var. Biz öz anamızın qayğısını necə qalırıqsa, Kürün də qayğısına elə qalmalıyıq. Ona görə mən düşünürəm ki, Kür deyəndə biz ana, istilik, qayğı, qarşılıqsız sevgi anlayışını belə deyim, özümüzdə
beynimizdə birləşdirməliyik və bu layihədə ona xidmət edək.